Qoç bürcü 2026 il sənin üçün yenilənmə və təşəbbüs ilə olacaq. Karyeranda uzun müddətdir planladığın bir layihəni həyata keçirmək üçün əlverişli bir dövr başlayır. Planetlərin Qoç bürcü istiqamətindəki keçidləri göstərir ki, xüsusilə ilin ilk yarısında liderlik ruhun daha da güclənəcək, özünü ifadə etməkdə və başqalarına nümunə olmaqda rahat olacaqsan. Maddi baxımdan sabitlik qazanmaq mümkündür, amma impulsiv xərclərə diqqət yetirməlisən, böyüklük planları və istəklər səni sürətlə addımlamağa vadar edə bilər. Sevgi və şəxsi münasibətlərdə isə keçmişdə həll edilməmiş məsələlər üzərinə düşə bilər. Bu münasibətlərini təmizləmək, daha dürüst və açıq olmaq üçün faydalı zamandır. Sağlamlıq baxımından enerjin yüksək olacaq, lakin istirahətə vaxt ayırmaq və stressin qarşısını almaq vacibdir. Boğa bürcü 2026 ildə sənə möhkəmlənmə və dərin düşüncə dövrü gəlir. Əsas diqqət maddi təhlükəsizlik, sərmayə və davamlılıq üzərində olacaq. Planetlərin yerləşimi göstərir ki, yer bürcləri, Boğa, Qız və Oğlaq bu ildə maliyyə və maddi baxımdan sabitlik əldə edə bilərlər. Əmək həyatından bir müddətdir zəif gedən sahələrdə artıq nəticələr görməyə başlaya bilərsən. Amma bu, səbr və zəhmət tələb edəcək, hər şey birdən baş verməyəcək. Münasibətlərdə isə səni məhdudlaşdıran vərdişlərdən azad olmağın lazım ola bilər. Açıq danışmaq, həmkarlarla və ailə üzvləri ilə rəvan əlaqələr qurmaq mühüm olacaq. Bu il sağlamlıq və emosional balans üçün də məsuliyyət götürmək üçün əlverişlidir. Daxili səsində özünə vaxt ayırmaq, duyğularını dinləmək lazımdır. Əkizlər bürcü 2026 il sənin üçün fərqlilik və genişlənmə ilə olacaq. Zehni səyahətlər, yeni əlaqələr, şəbəkə qurmaq mövzuları gündəmə gələcək. Hava bürcləri əkizlər, tərəzi, dolça bu il sosial baxımdan aktiv olacaqlar, intellektual müzakirələr, yeni fikirlər və icmalarla təmasda olacaqsan. Karyerada və ya təhsildə yeni istiqamətlər götürmək üçün yaxşı anlar var, amma impulsivlikdən qaçıb çox fikir, çox seçim arasında özünü dağıda bilərsən. Maliyyə yönündən isə xərcləri gözdən keçirmək və planlaşdırılmış addımlar atmaq faydalıdır. Sevgi həyatında isə kommunikasiya və açıq dialoq mühüm olacaq. Yanlış anlaşılmalar yaranarsa, onları vaxtında həll et. Bu il həm də zehni sağlamlıq üçün önəmlidir. Meditasiya, yazmaq, fikirlərini süzmək üçün vaxt ayır. Xərçəng bürcü 2026 il sənin üçün daxili böyümə və ailə yönümlü dəyişikliklər ilidir. Planetlərin keçidləri göstərir ki, ailə, kök, ev və emosional baza mövzuları səni daha çox düşündürəcək. İş və karyera yönündə xaricdə fürsətlər, yaradıcı istiqamətlər açıq görsənə bilər. Amma ailə və ev mühiti ilə bağlı bəzi sınaqlar da ola bilər, səbir və anlayış tələb edən durumlar gələcək. Münasibətlərdə isə duyğular yüksək olacaq və keçmişdə gizli qalan hisslər səthi çıxaraq müzakirə tələb edə bilər. Sağlamlıq baxımından isə emosional yükü azaltmaq üçün fəaliyyət göstər. Günlərində açıq hava, su mənzərələri, sakit məkanlar sənin üçün yaxşıdır. Şir bürcü 2026 il sənin üçün parlama və məsuliyyət ilə olacaq. Yəqin ki, özünü daha çox göstərmək, liderlik etmək və yaratdığın işi önə çıxarmaq imkanı əldə edəcəksən. Yer bürcləri ilə münasibətdə olan dinamika sənə özünə inam və nüfuz qazandıracaq. Maddi baxımdan investisiya və gəlir sahəsində artım ola bilər, amma impulsiv xərclər və borclarla qarşılaşma riski də var. Ölçülü addımlar atmaq müdrikdir. Sevgi və münasibətlər mövzularında isə qarşı tərəfə rəhbər olmaq istəyi artacaq. Bu zaman ortaq qərarlar almaq və qürurdan uzaq durmaq lazımdır. Sağlamlıq yönündə gücün yüksək olacaq, amma bəzən şişkinlik, yorğunluq hiss edə bilərsən. Dincəlməyə də vaxt ayrılmalı. Qız bürcü 2026 il sənə sabitlik və struktur ilidir. Planetlərin yerləşimi göstərir ki, diqqətin xüsusilə iş, sistem və gündəlik rutinlər üzərində olacaq. Yer bürcləri üçün bu il material baxımdan sabitlik və gələcək üçün əsaslar qoymaq baxımından əlverişlidir. Karyerada əməkdaşlıq güclənəcək, yoldaşlar və həmkarlar sənin ideyalarını dəstəkləyəcək. Lakin ruhən narahatlıq, gərginlik yaşaya bilərsən. Özünü çox yükləmədən və stressi idarə edərək işləmək məqsədə uyğundur. Finans sahəsində müsbət xəbər gəlir, amma ani qərarlar və riskli sərmayələrdən uzaq durmaq uyğun olar. Sevgi həyatında isə bu il orta tempdə olacaq. Ciddi münasibətə başlamaq üçün münbit şərait formalaşır.
Tərəzi bürcü 2026 il sənə harmoniya və genişlənmə ilidir. Sosial həyatın, dostluqların və icma bağlantıların güclənəcək. Hətta uzaq yerlərdən də yeni əlaqələr qura bilərsən. Hava bürcü olaraq sən yeni fikirlərə, yeni ortamlara açıq olacaqsan. Maddi baxımdan sərmayə və daşınmaz əmlak sahəsində uğurlar səni gözləyir, amma bunun üçün planlı davranmaq vacibdir. Münasibətlərdə isə sənin üçün açıq danışmaq və balansı qorumaq əsas olacaq, qarşılıqlı razılıq və ədalət anlayışı ön plandadır. Sağlamlıq baxımından isə stressdən dolayı xırda emosional qarmaqarışıqlarla qarşılaşa bilərsən, rahat və şaxələnmiş həyat tərzi bu baxımdan faydalıdır. Əqrəb bürcü 2026 il sənə dərin dəyişiklik və yenidən doğuş ilidir. İlin bəzi mərhələlərində əməli dönüşlər olacaq karyera sahəsində və ya şəxsiyyət səviyyəsində. Bu dəyişikliklər əvvəlcə çətin görünsə də uzun müddətdə rahatlıq gətirəcək. İş və biznes sahəsində rəqiblər və mühit səni daha çox test edəcək, bu testlərdən əsas məsələ sənin necə reaksiya verəcəyindir. Maliyyə sahəsində aldığın qərarlar indiyə qədər olduğundan fərqli ola bilər, riskləri analiz et. Münasibətlərdə isə manipulyasiya və gizli oyunlar müzakirə mövzusu ola bilər, şəffaflıq və empatiya bu il vacibdir. Sağlamlıq baxımından isə gücün yüksək olmasına baxmayaraq, bədəndə və zehində köhnə emosional yükdən qurtulmaq üçün fəaliyyət göstər. Oxatan bürcü 2026 il sənə araşdırma və geniş perspektiv ilidir. Xüsusilə mental və ruhani yolculuqlar, yabancı ölkələrə səfərlər, yüksək səviyyəli təhsil və ya fərqli dünya görüşləri gündəmə gələcək. Sənin üçün böyük şəkil ön plandadır. Karyerada yüksəlmək üçün imkanı var, amma davamlı deyil, keçid mərhələsi kimi qiymətləndirilməlidir. Maliyyə tərəfdən isə xərclər artıla bilər, diqqətli olmaq müdrik addımdır. Sevgi həyatında isə azadlıq və səyahət hissi artacaq, uzun müddətli münasibətə bağlanmaq istəyi ola bilər, amma özgürlük hissindən imtina etməmək istəyəcəksən. Sağlamlıq yönündə isə bədənini sınadan fəaliyyətlərə meyilli olacaqsan, balansı tapmaq və çox yönlü enerji istifadə etmək vacibdir. Oğlaq bürcü 2026 il sənə əsaslı uğur və əsaslar qoyma ilidir. Qəti addımlar atmaq, məsuliyyətləri qəbul etmək və gələcək üçün dayanıqlı planlar qurmaq imkanları ortaya çıxacaq. Yer bürcləri üçün belə bir çağırış var, uzun müddətli sabitlik istiqamətində hərəkət etmək lazımdır. Karyerada mükəmməllik və liderlik gözlənilir, amma bu, yorğunluq və bəzən təzyiq altında qalmaqla müşayiət ola bilər. Maliyyə baxımından müsbət təzahürlər görsənə də riskli ssenarilərə açıq olmaq, ehtiyat fondları yaratmaq faydalıdır. Münasibətlərdə isə məsuliyyət və uzun müddətli bağlılıq önə çıxır, özünə və qarşı tərəfə qarşı dürüst ol. Sağlamlıq baxımından isə səbr və disiplinlə çalışmaq lazımdır. Bədən və ruhu eyni vaxtda qidalandır. Dolça bürcü 2026 il sənə yenilikçilik və icma yönümlü dəyişiklik ilidir. Yaradıcı layihələr, sosial məsuliyyət, qlobal düşüncə, bunlar sənin gündəminə girəcək. Hava bürcü olaraq sənin üçün fikir lideri ola biləcəyin bir dönəmdir. Karyera sahəsində fərqlənmək üçün unikal bir yol tapmaq mümkündür. Texnologiya, elmi innovasiya, qeyri-ənənəvi sahələr buna nümunə ola bilər. Maliyyə baxımından isə sabitlikdən çox dəyişkənlik ola bilər, bu səbəbdən çevik planlar vacibdir. Sevgi həyatında isə yoldaşlıq və ortaq məqsəd anlayışları önə çıxacaq, romantik münasibətlərdə dostluq elementi güclənəcək. Sağlamlıq yönündə isə ruhi balans, meditasiya və icma dəstəyi sənə güc verəcək. Balıq bürcü 2026 il sənin üçün dərin intuisiya və emosional inkişaf ilidir. Su bürcü olaraq daxili aləmin və ruhsal dünyan güclənəcək. Bu il keçmişin yükünü azaltmaq, yaradıcılıq potensialını artırmaq üçün əlverişlidir. Karyera baxımından yaradıcı və köməkçi sahələrdə yüksəliş ola bilər, başqalarının hüquqları, ruhsal yönəlmiş layihələr gündəmə gələcək. Maliyyə baxımından ehtiyatlı olmaq lazımdır, biraz idealizm çox xərc tələb edə bilər. Münasibətlərdə isə qəlb açılımları və emosional bağlar qüvvətlənəcək, doğru insanla qarşılaşma ehtimalı yüksəlib. Sağlamlıq baxımından isə həm bədənə, həm də ruha qulluq önəmlidir. Yoga, meditasiya, su ilə bağlı fəaliyyətlər faydalı olacaq.